Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. 4-cü sinif Azərbaycan suallarını maksimum sürətli bir şəkildə izah edəcəm ki, şagirdlər rahat yoxlasınlar. Amma hansı sualla bağlı ətraflı izah istəsəz, videonun şərh bölməsinə yazarsınız. Oradan da ətraflı, variantları bir-bir izah edərəm. Ona görə vaxt itirmədən birbaşa suallara başlayaq. Yəqin şagirdlər mətnləri diqqətlə oxuyub, birinci sualdan başlayaq. Hansı fikir mətndə əksini tapmamışdı? Burada C variantı. Küçük daha çox bayırda gəzməyi xoşlayırdı. Mətndə yox idi. 2. Kamili nə narahat edirdi? O it böyümürdü. Küçüyün daha böyüməməsi. A variantını seçsək düz olar. 3-cü sualda hansı rəqəmdən sonra gələn cümləyə əsasən deyə bilərik ki, küçüyün evə gəlməsinə xeyli müddət keçmişdi. İkinci cümlədə yazmışdı, həftələr, aylar ötüb keçdi. Deməli, B variantını götürə bilərik. 4-cü sualda qırmızı hərflərlə verilmiş cümlə hansı sualın cavabı ola bilər? Qırmızıda yazmışdı ki, Kamil həmin gündən sonra bildi ki, dünyada pişik boyda itlər var. Deməli, Kamil itlər haqqında yeni məlumatlar öyrənib. A variantı, hansı məlumatı öyrəndi? 5-ci sualda hansı fikir səhvdir? Kamil küçüyü sevməmişdi. Əksinə, o xoşlayırdı iti, sadəcə böyüməməyə onu narahat edirdi. 6-cı sualda hansı cümlədə zərf işlənməmişdir? Diqqətlə burada baxsaq, C variantında dərədəki bulağın hansı bulağın? Bu sifətdir, daki şəkilçisi. Təmiz, sərin, o da sifətdir. Necə? İsmi xəbərli cümləyə diqqət edək. Burada sərçə, B variantına baxsaq, gördüyüm bu balaca quş sərçədir. Sərçə ismi xəbər. 8-ci suala diqqət edək. Doğru yazılıb tərtəmiz, səhv yazılıb açıq sarı. Açıq sarı burada bitişik yazılmır. Bu yanlışdır. C variantı. 8-də C variantı. 9-a keçək. 9-dakı şeirdə oxuyanda görürük ki, yazıb gecə gündüz qoruyur sərhədi mənim atam. Atası vətənin keşiyini çəkən sərhədçidir. 9-da D-ni götürməyə daha doğru olar. 10-cu sualda alma dərmək, əsas tərəf feillə olduğuna görə A variantı olacaq. Feili birləşməni istəyirdim. 11-ci sualda burada cümləni qursaq belə, məsələn, günəş öz şüalarını yer üzünə yayırdı. Qaranlıq sözü boşda qaldı. B variantı. 12-ci sualda əlifbasız bilik yox, biliksiz də yüksəliş. Əlifbadan başlanır hər böyük ağıllı iş. Burada diqqət eləsək, əlifba biliklərin mənbəyidir, bəli, doğrudur. Əlifba müəllimin köməyi ilə öyrənilməlidir. Burada müəllimlə bağlı bir şey yazılmamışdır. B variantını götürə bilərik. 13-cü sualda deyir ki, əllərini Toğrul suya salıb yudu. Su çox şəffaf idi. Sonra yazıb ki, Toğrul belə suda əlini yumaq istəmədi. Bu yanlışdır, belə bir şey yox idi. 14-cü sualda acığı tutmaq, hirslənmək mənasına gəlir. D variantını götürə bilərik. 13 ilə 14 D variantı oldu. 15-də fərqləndirilmiş söz ismin hansı halındadır? Şuşaya bu yönlü haldır. AE, C variantı. 16-cı sualda ismi birləşməni soruşur. Diqqətlə A variantına baxsaq, Xəzərin sahilləri, bir də ömrümüzün illəri. Bunları ismi birləşmə götürə bilərik. 2 və 4 A variantı. 17-ci sualda B variantına diqqət edək. Qarabağ xanlığının banisi Pənahəli xan olmuşdu. Pənahəli xan Qarabağ xanlığının quran şəxsi olmuşdu. Banisi olmuşdu. B variantı. 18-ci sualda xəbərinə verilən sual səhv göstərilmişdi. Parkdadır, nədədir, yox, haradadır? Məkan mənasında C variantı. 18C. 19-cu sualda o əvəzliyi hansı cümlədə şəxs əvəzliyidir? O, gözəl rəsmlər çəkməyi bacarır. Kim? O, insan mənasında şəxs. A variantı. 20-ci sualda isə hansı suala cavab yoxdur? Burada Əli ilə atası arabanı ata qoşub dəyirmana getdilər. Arabadan düşmək səbəbləri, arabada problem yaranmış, təkər qırılmışdı. Neçə nəfər idi? 2 nəfər idi. Nəyə qoşulmuşdu? Arabanı ata qoşmuşdular, amma dəyirmana niyə gedirdilər onu bilmədik. D variantını götürə bilərik. Bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.